Zodiac yoxsa Memento? Məncə Memento daha yaxşıdır. Memento ilə davam eləyək. Memento yoxsa Cinayət haqqında xatirələr? Cinayət haqqında xatirələr məncə detektiv janrını dəyişib, ona görə cinayət haqqında xatirələr. Cinayət haqqında xatirələr yoxsa bıçaqlar çəkildi? Bıçaqlar çəkildi 2019-da çəkilib, çox maraqlıdır, amma cinayət haqqında xatirələr daha yaxşıdır. Cinayət haqqında xatirələr yoxsa Sherlock Holmes? Söhbət burada yəqin 2009-dakı Sherlock Holmes-dan gedir. Robert Downey Jr. oyunu çox maraqlıdır, amma mən cinayət haqqında xatirələrlə davam eləyək deyirəm. Cinayət haqqında xatirələr yoxsa içəridəki adam? İçəridəki adam, İçəridəki adam yoxsa quzuların səssizliyi? quzuların səssizliyi ilə davam eləyək. Quzuların səssizliyi yoxsa Fargo? Çox çətin sual oldu həqiqətən də. Məncə Fargo azca da olsa daha yaxşıdır. Klassikadır Fargo. Serial da möhtəşəmdir bu arada. Fargo yoxsa 7? 7 ilə davam eləyək. 7 mən çox bəyənirəm. Brad Pitt və Morgan Freeman çox yaxşı oynayırlar. 7 yoxsa Cinayət zamanı M yığın? Cinayət zamanı M yığın. Alfred Hitchcock'un klassikaya çevrilən filmlərindən biridir. Məncə çox yaxşıdır. Mütləq izləməlisiniz. Cinayət zamanı M yığın yoxsa Malta Şahini? Malta Şahini noir janrının ilk nümunələrindən sayılır. Humphrey Bogart oynayır və klassikaya çevrilmiş bir filmdir. Ancaq mənə elə gəlir ki, Cinayət zamanı M yığın daha yaxşıdır. Cinayət zamanı M yığın yoxsa İttihamçının şahidi? Əslində qalsa ittihamçının şahidi tam olaraq detektiv deyil, bir növ məhkəmədə keçir. Amma o qədər maraqlıdır ki, son ana qədər cinayəti kimin törətdiyini düşünürsən və çox ləzzətli final, son 10 dəqiqəsi var. İnsan həqiqətən də şökə düşür. Ona görə ittihamçının şahidi. İttihamçının şahidi yoxsa Mulholland Drive? Mulholland Drive kino tarixində xüsusi yeri olan filmdir. Hollivudda bir rişxənddir sanki və çox dəyərlidir Mulholland Drive. Mulholland Drive yoxsa Şeytanın toxunuşu? Şeytanın toxunuşu Orson Welles-in unudulmaz filmlərindən biridir, amma mənə elə gəlir ki, Mulholland Drive daha yaxşıdır. Mulholland Drive-la davam eləyək. Mulholland Drive yoxsa Çin kvartalı? Çin kvartalı ssenariydə tədris edilənlər tərəfindən ən yaxşı ssenari sayılır, hətta bütün kino tarixinin. Həqiqətən də möhtəşəm bir ssenarisi var. Ona görə Çin kvartalı ilə davam eləyək. Çin kvartalı yoxsa foto böyütmə? Amma mənə elə gəlir ki, Çin kvartalı daha yaxşıdır, amma foto böyütməni də art house kino sevənlər mütləq izləməlidir. Cortazar'ın çox maraqlı hekayəsi əsasında çəkilib. Çin kvartalı yoxsa Vertigo? 2 dənə əfsanə detektiv. Mənə elə gəlir ki, Vertigo azca daha yaxşıdır. Çünki həqiqətən də Alfred Hitchcock'un xeyli yaxşı filmi var, amma ən yaxşı filmlərindən ilk 3-ün filmindən biri budur. Amma Çin kvartalını seçənləri də tənqid eləməliyəm. Çox normal seçimdir. Bunlar mənim seçimlərim idi. Siz də öz seçimlərinizi bölüşə bilərsiniz. Bir də son olaraq mənim adı çəkilməyən amma bonusum var. Söhbət Sherlock serialından gedir. Xüsusilə Belgraviyada skandal bölümü var ki, onlar onsuz da 1 saat yarım falan idi. Möhtəşəmdir. Sherlock'u Benedict Cumberbatch izləməyənlər onu da izləsin. Fikirlərinizi gözləyəcəm.